أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Əbu Abdullah Sufyan Savri rahimehullah Əmirül Müminine fil hadis. Hadis elmində möminlərin əmri rütbəsinin daşıyıcısı Sufyan Savri rahimehullah deyir ki, bir beytdə: Ya ricaləl ilm, ey elm kişiləri, ya ricaləl ilm, ya milhəl bələd, ey bələd, yəni ölkənin duzu, duzları, milh, ərəbdə duz deməkdir. Mən yuslihul milhə izəl milhul fəsəd, əgər duz xarab olarsa, duzu nə düzəldər? Nə deməkdir bu sözün mənası? Duz elə bir Allahın yaratdığı bir nemətdir ki, bir xüsusiyyəti var duzun, düzəltmək, ancaq düzəldir. Nəyə vurursansa onu tutur, saxlayır. Dəriyə vurursan dərini saxlayır, pendirə vurursan pendiri saxlayır, yeməyə vurursan yeməyi saxlayır. Duz Allahın yaratdığı digər yüzlərlə neməti tutub saxlayır. Xarab olmaqdan, fəsad etməkdən, zay olmaqdan, çürüməkdən qoruyur. Və Sufyan Savri deyir ki, ölkənin alimləri, ricalül ilm, elm kişiləri, siz bəldənin duzlarısınız, duz. Yəni duz başqalarını düzəldir. Duzun belə bir xüsusiyyəti var. Və ardınca deyir ki, mən yuslihul milhə izəl milhul fəsəd. Bəs duz xarab olarsa, duzu nə düzəldir? Heç nə. Düşün ki, duz yüzlərlə şeyi qoruyur, saxlayır və düzəldir. Bəs duzun özü xarab olsa nə olacaq? Düzələn şey deyil, duzun özü xarab olsa. Duz xarab olsa, o düzəltdiyi şeylər ki var, onlar duzdan da betər xarab olacaq. Onun üçün elm adamına, İslam şəriətini insanların arasında iqamə edən alimə, tələbiyə, qaziyə belə bir misal verir. Nəsiyyət şəklində. 2 beyt. Ya ricaləl ilm, ya milhəl bələd. Ey elm kişiləri, ey ölkənin duzları. Mən yuslihul milhə izəl milhul fəsəd. Bəs duz xarab olsa, duzu nə düzəldəcək? Yəni demək istəyir ki, siz duzsuz. İnsan, xalq, toplum sizlə islah olur. Bəs siz xarab olsanız insanlar neynəsin? Bu beyt 2 beyt. Bu işin, dəvət işinin, şəriəti insanların arasında iqamə etmək işinin məsuliyyətini bildirir ki, sənin səhv etməyə, xəta etməyə, azmağa haqqın yoxdur.